Hörmətli Qoşqar Təhməzli, sizə yenə Şirvan şəhərindən qatı idarəçi, Şirvan Regional Yeni Şirvanlı İnfo saytının baş redaktoru, sahibkar sizə müraciət edir. Bu yaxın bir neçə 5-6 gündür ki, bütün Azərbaycan mediasında Şirvan şəhərində haqsızlıq haqqında lider kəsimi sexinin məntəqənin rəisi Tərlanov İsmail haqqında böyük geniş rezonans alır. Demək burada nədir? Demək bəzi qurumlar başlayıb bunları yoxlamağa. Bu əlində böyük bir plakat tutub ki, Qoşqar Təhməzli məni kəsim haqqında lisenziya verir. Hörmətli Qoşqar müəllim, siz çox böyük təcrübəyə malik adamsınız. Mən bunu təkrar demişəm. Siz elə uzun illər Sovet devrində qida sanepistlərin Bakı şəhəri üzrə rəisi olmuşsunuz. Təcrübəli adamsınız. Bu agentlik buna kəsim haqqında fəaliyyəti üçün verir. Amma mən də lisenziyadan uzun illərdə işləyirəm. 1996-cı ildən lisenziya alıram. Özdə mən İqtisadi İnkişaf Nazirliyində fəaliyyət üçün. Burada fəaliyyətin əgər negativ hallar olursa, o fəaliyyət dayanmalıdır. Burada bu regional məntəqənin rəisi regionaldır. Bir dənə bunun orada qəssabı var. Bu nətər buna lisenziya sözü? Hansı o faktlar var? Onları hansı tənzimləyir? Bu adamın laboratoriyası yoxdur. Bu bütün o xəstəlikləri, bruselozlu, digər şey, bu nəylə yoxlayır? Sadəcə ələ baxımlıq, baxdı, ələ baxımlıq onun bruselunu köçürtdür, aldı istədiyi pulu, pesat vurur gedir. Bu sağlamlığın nəylə yoxladı? Yoxdur, sağlamlığı yox. Ekoloji tələblər orada yerində deyil. Orada sanitariya bunun birinci özündən başlayır. Bizim o Səlyana təzə təyin edəmişsiniz, Ruslan Əskərov yoldaş. Bu oranın birinci oranı sərmələməlidir, bu xalqı yox. Bu milləti bu hara baxır. Birinci mən orada səri girəndən sanitariyadır. Hələ səri girəndən. Üfunətdən bir şeydən orada. Sən bunu öz evin içində eləmirsən, düşünürsən bu millətin sinə. Bu nədir? Bu demək qida agentliyin baş vətçi kimi özünü təqsim edir. Məndə bir dənə o fakt var, onu da göndərəcəm. Ruslan Əskərova Səlyanda bölüm rəisinə ona göndərmişəm onu. Məni o danışıb onu məhv eləyəcəm. Bu kimdir, hansı salaydır? Bu sizin 300 deyil. Bu deyil, onu mən cərbəlatdıracam, belə eləyəcəm. Bu cəmaatı belə qorxus vəzir. Niyə? Bu xalq, siz də bu xalqın nümayişsiniz də. Hörmətli Qoşqar müəllim. Siz də İlham Əliyev cənabları, siz Heydər Əliyevin vaxtından işləyirsiniz, rəhmətli, mənim başımızda. O vaxtda bu xalqı belə vəziyyətə salmağa kim icazə verir? Cənab Prezident, xalqın xidmətçiyəm, xalqın qulluğundayam. Siz kimsiniz Qoşqar Təhməzli? Siz qida agentliyi sədrisiniz, siz buraxmışsınız bu cəmaatı Şirvana divantur. Soyqırım eləyir burada. Bu birinci özü o təmizlik eləmir, ansantriya, su, vedrə ilə yürür, göstərmişəm, faktlarla, bütün mediada göstərir. Nədir bu cəmaata xoxan gəldi, xox bilir bu? Xoxandır bu. Sizin adınızdan istifadə edir. Qida agentliyi kimi. Faciə budur, dəhşət budur. Böyük məbləğ 51 manat pul alır. Deyim, dərisin də bu, saatın da bu. Orada ansantriya içəri girməli mümkündür. Nədir bu? Nə ilə bağlıdır bu? Belə şey olmaz. Bu qanunsuz. Demək, orada böyük fakt var. Məndə məlumat gəlib. Demək, bu konfoz və jek idarəsi var. Bu neçə il dolarla müqavilə bağlamayıb, təmizlik için. Orada gizli sanitariyadır, güclü. Biabırsı, qan, qoxu, salat, qarın, sələt, yığılıb boğazdan, o çərdə. Onu hansı xüsusi maşınlarını daşı, hara tökür, nədir eləyir? Mən ekoloji, siz orada buna kəsmə faktı verəndə, o punklar var, onları əməl eləməlidir. Hansını elə, heç birini əməl eləmir. Niyə bunun haqqında siz tədbir görmürsünüz? Yazır millətə, qəssabasın 3000 manat. Hansı tarif şurası şeyliyi bu? Sizin amalınız onda buna şəraiti siz yaratmışsınız. Demək, elə olmaz. Cənab Prezidentə qarşı bu narazılıq yarar. Şirvan şəhəri 90-100 min əhali var. Hamı narazıdır. Nədən, kimdir bu? Nəsidir bu? Bunun fəaliyyətinə xitam verilsin. Cənab
Qoşqa Təmməzli. Sizin adınızla bağlanır. Bunun haqqında olsa tədbir gedir, hüquq mühafizə orqanları da baxmalıdır. Hamıya bu qida agentliyini içi kimi bu eləyir. Ruslan Əsgərov təzə təyin olunub burada. Bunun qarşısı alınmalıdır. İstişirin münasibət yaradır. Qida agentliyin adından bu çıxış eləyir. Sən kimsən? Nəçisən? Sən də qəssabın birisən də. Sənə əlində verir ki, mənə Təmməzli mənə fəaliyyət verib. Mən kəsimsin. Kəsimi sən bu punktları yerinə götürmürsən. Heç verir. İstədiyin vaxt açırsan, istədiyin vaxt bağlayırsan. Bütün xarabə. Özünün vacimi bu İsmail Market var Şirvan şəhərində. Ruslan Əsgərov oraya niyə gedib baxmır? Orada böyük bir 20-30 kiloluk budu koyur, baltanı vurur, sıçrayıp tökülür bütün produktun üstüne. Vaciyet budur. Ay Qoşqa Təmməzli. Siz onu yoklasın. Əsgərov onu yoklasın. Niye yoklamır? Cəmaatı cərimələməklə iş qutarmır. Öz xalqını sən cərimələyirsən. Cərimələrlə hara gedib çıxmalı? Niye? Sənə prezident deyir cəmaatı cərimələ. Niye? Siz oraya niye koyuyor? O da maşallah möhtəşəm bir böyük bir idaranın yüksək vəzifəsi səksizdir. Və cəmaat üçün də alıb da, millət necə taraz olsun, ay Sabir, ay mən elə o. Millət necə taraz olsun, nə işi var, düşmənlər. Sizinki bu deyil, belə şey olmaz. Bunun qarşısını dur dedi buna. Bunu yoxla da, inandığın orada idarə müdiri rəisləri var. Göndər gəlsin, yoxlasın da, əgər şəffaflıqdan, təmizlikdən danışırsa, bunun özü cərimələnməlidir. Böyük məbləğdə. Gəlin, baxın onun yerinə. Xüsusi geyim paltarları yoxdur. Bir abısını çəkiliş eləmişəm. Hamısını satır oradadır. İfunətdən girmək olmur. Orada təmizləmə, kimyavi maddələr hardadır orada? Hansı laboratoriyada deməkdən bütün respublika bundan danışır. Qoşqa Təmməzli, bunun haqqında tədbir gör. Sizə xahiş edirəm. Cənab Prezidentə müraciət edəcək. Eləyirik də. Böyük rezonans var. Bütün ətraf